piyadaları dəyişməyib hücuma, pressinqə başlayırlar. Daha çox xana zəbt edirlər. Artıq Yaltı xanasından da qaralar bir şey eləyə bilmir və C6 xanasını da piyada ilə zəbt edirlər. Ona görə biz öz atımızdan Y7-yə qaçırıq. At Y7 oynayırıq. Burada da mərkəzi daha da gücləndirmək üçün ağlar oynayır. Deməli C4. C4 oynadan sonra biz at J6 oynayırıq. Əlbəttə ki, şahmatı bilənlər, yəni bilər ki, debyutda bir fiqurla bir neçə dəfə oynamaq yaxşı bir şey deyil, yaxşı bir əlamət deyil. Amma burada baxsaq, biz görürük ki, ağlarda da zəif nöqtələr var. Misal üçün, qara xanaları zəifdir. Misal üçün, biz burada artıq öz qara damalı filimizi inkişaf edə bilərik. Yəni, bu da ağların zəif nöqtəsidir. Burada deməli, ağlar çalışırlar fiqurlarını inkişaf elətdirsinlər. At C3 oynayırlar və biz də oynayırıq burada fil C5. Fil C5 artıq gedişi ilə görürük ki, F2-dəki piyadaya hücum eləməyə çalışırıq. Deməli, F2 piyadasına hücum edirik. Deməli, burada ağlar da öz fiqurlarını çalışırlar inkişaf eləsinlər. Fili D3-ə çıxardırlar ki, sonra atlarını inkişaf elətdirsinlər. Biz isə burada oynayırıq at F6. At F6 gedişindən sonra ağlar əgər Y2 oynasa, burada tələyə düşürlər. Amma F3 oynasalar, yəni bilin ki, burada artıq tələdən ağlar qaçmış olur. Yəni ona görə də bu hər iki variantı oynaya bilərsiniz. Əgər siz ağlarla oynayırsınızsa, deməli biz burada at Y2 gedişinə baxacağıq. Likestdə 50 mindən çox Y2, at Y2 gedişi eləyən partiya var və bu da əlbəttə ki, tələyə aparır. Burada tələyə dediyim kimi F2 piyadasına fillə artıq biz hücum edirik. Biz burada deməli F2 piyadasına hücumumuzu artırmaq üçün oynayırıq at J4. Artıq F2-dəki piyadanı qorumaq lazımdır. Nə vəzirlə, nə fillə, nə bir şeylə qorumaq olmur. Ona görə də burada ağlar məcbur olurlar qala qurma eləsinlər. Amma bu daha böyük bir səhvdir. Çünki biz burada vəzir H4 oynayırıq. Vəzir H4 gedişindən sonra görürük ki, biz həm F2-dəki, həm də H2-dəki piyadaya hücum edirik. H2-dən ümumiyyətlə mat qoyuruq. Yəni, misal üçün, qaralar vəzirlə F2-dəki piyadanı qorumağa çalışsınlar. Daha doğrusu ağlar. Biz deməli H2-dən mat qoyuruq. Yox, əgər görsələr ki, H2-dən mat oynayırıq, burada